İmam Baqir əleyhissalam Usul-u Kafidə cild 2 səhifə 379-da belə bir hədisi nəql edirlər ki, İmam Baqir əleyhissalamdan İmam belə buyurur: "Mən qa'ada fi məclisin yusabbu fihi imamun minəl əimmə." Hər kim ki bir məclisdə otura və o məclisdə imamları ya təhqir eləyərlər, ya nalayiq bir söz deyərlər imamlardan birisinə, yaqdiru aləl intisab fələm yef'al. Və bizim şiələrimizdən də eləyə bilər ki, həmən məclisi ya tərk eləsin, ya həmən şəxsə cavab verə bilsin və bu işi görməyə. Nə olacaq? İmam buyurur ki, əlbəsəhullah döllə fid dünya. Allah ona zəlalət, zəlillik libasını geyindirəcək dünyada. Hər yanda zəlil olacaq, hər yanda xar olacaq. Və əzzəbəhu fil əxirə, və Allah ona axirət günü də əzab verəcək. Və sələbəhu salihə ma mənnə bihə aleyhi min mərifətinə, və bütün mərifət qapılarımız onun üzünə bağlanacaq və bütün mərifətimiz ondan götürüləcək.